Salam. Müasir informatika magistr kitabından video dərslərimizi davam etdiririk. Bu dəfəki video dərsimiz say sistemləri haqqında olacaq. Ümumiyyətlə say sistemləri çox geniş mövzudur. Ancaq bu video dərsimizdə biz sadəcə tələbə qəbulu üzrə Dövlət Komissiyasının proqramına uyğun olaraq say sistemlərinin müəyyən bir hissəsini, yəni magistraturaya imtahan zamanı lazım ola biləcək hissəsini öyrənəcəyik. Yəqin mənimlə razılaşarsınız ki, artıq məlumatla beynimizi yükləməkdənsə, ancaq lazım olan məlumatları yüksək səviyyədə öyrənmək daha yaxşı olar. Video dərsimizə başlamazdan əvvəl TQDK-nın 2014-2015-ci tədris ili üçün nəzərdə tutduğu qəbul proqramına baxaq. Gördüyünüz kimi, qəbul proqramında say sistemləri haqqında balaca bir hissə ayrılıb və burada say sistemləri natural ədədlərin onluq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları yazılıb. Buradan belə nəticəyə gələ bilərik ki, bir say sistemindən digər say sisteminə keçidləri sadəcə natural ədədlər üzərində öyrənməyimiz kifayətdir. Ümumiyyətlə, qəbul proqramından söz düşmüşkən, yenidən xatırladaq ki, tələbə qəbulu üzrə Dövlət Komissiyası bu il informatikadan qəbul planını dəyişdirib. Belə ki, ilk mövzular əvvəlki illərin proqramına uyğun qalsa da, əməliyyat sistemi və ofis paketinə daxil olan proqramlarda xeyli dəyişiklik var. Belə ki, əvvəlki illərdən fərqli olaraq, bu il Microsoft Windows 7, Microsoft Word 2010, Microsoft Excel 2010, Microsoft PowerPoint 2010 və Microsoft Access 2010 proqramlarından suallar düşəcək. İndi isə say sistemləri haqqında danışmağa başlayaq. Əvvəlcədən də qeyd etmişdik ki, informatika və onun əsasları başlığı altında informasiya və informatika, informasiyanın kodlaşdırılması və informasiya ölçü vahidləri, bir də say sistemləri mövzuları yerləşir. Əvvəlki iki mövzu haqqında video dərsləri sizə təqdim etmişdik. İndi isə say sistemləri haqqında danışaq. Say sistemlərinin ən sadə misal kimi bizim istifadə etdiyimiz onluq say sistemini göstərmək olar. Bizim istifadə etdiyimiz say sistemi nə üçün onluq say sistemi adlanır? Aydın məsələdir ki, bu say sistemində istifadə etdiyimiz rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur. Yəni, hər hansı bir ədədi yazmaq üçün bu rəqəmlərdən, 10 ədəd rəqəmdən istifadə edirik. Elə say sistemi də adını buradan götürür. Ümumilikdə bu dərsimizdə onluq say sistemi ilə bərabər 2-lik, 8-lik və 16-lıq say sistemləri haqqında da danışacağıq. Əvvəlcə say sistemlərinə ümumi şəkildə nəzər salaq. Ümumiyyətlə say sistemləri mövqesiz və mövqeli olmaqla iki yerə ayrılır. Mövqeli say sistemləri elə say sistemləridir ki, burada rəqəmlərin yerini dəyişdikdə, başqa sözlə simvolların yerini dəyişdikdə həmin simvolun qiyməti dəyişir. Əvvəlcə mövqeli say sisteminə misal göstərək. Məsələn, 25 ədədini götürək. Bu bizim istifadə etdiyimiz onluq say sistemində olan 25 ədədidir. Gördüyünüz kimi, burada 2 rəqəmi əslində 20 qiymətini göstərir. İndi 2 rəqəmini başqa bir ədəddə göstərək. Məsələn, 32. Burada isə 2 rəqəmi elə 2 qiymətini ifadə edir. Gördüyünüz kimi, mövqeli say sistemlərində rəqəmin yeri dəyişdikcə, onun ifadə etdiyi qiymət də dəyişir. Yəni, mövqeli say sistemləri elə say sistemləridir ki, burada simvolların qiyməti onların tutduğu yerdən asılıdır. İndi isə mövqesiz say sisteminə aid misal göstərək. Məsələn, Rum rəqəmi ilə 11 yazaq. Burada 2 simvolu 10 qiymətini ifadə edir. İndi isə yenə Rum rəqəmi ilə 9 yazaq. Burada yenə də X simvoluna nəzər salsaq, görərik ki, onun qiyməti yenə də 10 olaraq qalır. Deməli, Rum rəqəmində simvolun tutduğu yer onun qiymətinə heç bir təsir göstərmir. Ümumiyyətlə, praktikada istifadə olunan say sistemlərində təkcə Rum rəqəmləri mövqesiz, digər haqqında danışacağımız say sistemləri isə, yəni 10-luq, 2-lik, 8-lik və 16-lıq say sistemləri isə mövqeli say sisteminə misal ola bilər. Hər bir say sistemində ədədləri ifadə etmək üçün müxtəlif simvollardan, işarələrdən istifadə edilir. Bu işarələr say sisteminin əlifbası adlanır.
Əvvəldə qeyd etdiyimiz kimi, bu video dərsimizdə biz 2-lik, 8-lik, 10-luq və 16-lıq say sistemlərindən danışacağıq. Hər bir say sistemi öz adını əlifbasındakı simvolların sayından götürür. Yəni 2-lik say sisteminin əlifbasında 0 və 1, yəni 2 ədəd simvol, 8-lik say sisteminin əlifbasında 0, 1, 2, 3, 4, 5, 6, 7, yəni 8 ədəd simvol, 10-luq say sisteminin əlifbasında uyğun olaraq 10 ədəd simvol, 16-lıq say sisteminin əlifbasında isə 16 ədəd simvol var. Diqqətlə baxsaq görərik ki, 16-lıq say sisteminin əlifbası digərlərindən fərqlənir. Burada əlifbanın simvolları uyğun olaraq 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 şəklində davam edir. 9-dan sonra isə növbəti simvollar Latın əlifbasının hərfi ilə qeyd olunub. A, B, C, D, E, F. Uyğun olaraq A 10 qiymətini, B 11 qiymətini, C 12 qiymətini, D 13 qiymətini, Y 14 qiymətini, F isə 15 qiymətini ifadə edir. İndi testlərdə tez-tez qarşımıza çıxan bir say sistemindən digər say sisteminə keçmə qaydaları ilə tanış olaq. Bir say sistemindən digər say sisteminə keçən zaman iki əsas üsuldan, vurma qaydasından və bölmə qaydasından istifadə olunur. Əgər 10-luq say sistemindən digər say sistemlərinə, yəni 2-lik, 8-lik və 16-lıq say sistemlərini keçiriksə, bu zaman bölmə qaydasından. Əks halda isə, yəni 2-lik, 8-lik, 16-lıq say sistemindən 10-luq say sisteminə keçiriksə, bu zaman vurma qaydasından istifadə olunur. İndi hər hansı bir 10-luq rəqəm götürək və onu əvvəlcə 2-lik, daha sonra 8-lik, ən sonda isə 16-lıq say sistemi ilə ifadə edək. Tutaq ki, bizə 26 ədədi verilib. 10-luq say sistemində göstərilmiş bu ədədi 2-lik say sisteminə keçmək tələb olunur. 10-luq say sistemində göstərilmiş hər hansı bir ədədi 2-lik say sisteminə keçmək üçün 2-yə bölmə qaydasından istifadə edilir. Bu zaman alt-alta bölmə üsulundan istifadə edəcəyik. 26 bölünsün 2. Nəticə 13. 13 vurulsun 2. 26. Çıxdıqda 0 qalır. Və aldığımız bu qalığı qeyd edirik. Daha sonra 13 ədədini, yəni nəticəni yenidən 2-yə bölürük. 6, 12, 13 çıxılsın 12, qalıq 1. Yenə qalığı qeyd edirik. 6 ədədini yenidən 2-yə bölürük. 3, 3 vurulsun 2, 6, çıxdıq, qalıq 0. Yenə qalığı qeyd edirik. 3-ü yenidən 2-yə bölürük. 1, 2, çıxdıqda nəticə 1. 2-yə bölmə zamanı sonuncu qismət 1 alındıqda əməliyyat sona çatdırılır və bundan sonra tərsinə yazmaq üsulundan istifadə edirik. Yəni 26 ədədinin 2-lik say sistemində olan qarşılığı 1, 1, 0, 1, 0 şəklindədir. Ədədin hansı say sisteminə aid olduğunu adətən onun indeksində göstərirlər. İndi yenə də 26 ədədini götürək və onu 8-lik say sistemində ifadə edək. Qaydamız ümumi olaraq qalır. Yəni bu dəfə də 26 ədədini 8-ə bölmək lazımdır. 3, 3 vurulsun 8, 24, çıxdıqda qalıq 2 alınır. Qalığı qeyd edirik və sonuncu qismət 3 alındığı üçün burada əməliyyatı saxlayırıq. Çünki 3 8-dən kiçikdir. Yenə tərsinə yazma qaydasından istifadə etsək, 3, 2, 8-lik ədədini alarıq. Deməli, 26 10-luq ədədinin 8-lik say sistemində ifadəsi 3, 2 şəklindədir. Son olaraq 26 ədədini 16-lıq say sistemində göstərək. Bu zamanda yenə üsulumuz eyni olaraq qalacaq. Yəni, 26 ədədini 16-lıq say sisteminə keçmək üçün uyğun olaraq 16-ya bölmək lazımdır. 1, 1 vurulsun 16, 16, çıxdıqda qalığımız 10. Qalığı qeyd edirik, sonuncu qisməti qeyd edirik və yenə də tərsinə yazma qaydasından istifadə etmək lazımdır. Bu zaman yada salmalıyıq ki, 16-lıq say sistemində 10 ədədinin qarşılığı A ilə işarə olunub. Yəni, 26 ədədinin 16-lıq say sistemində ifadəsi 1A şəklində olacaq. Beləliklə, 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə keçmə qaydasına baxdıq.
İndi əksinə keçid qaydasına, yəni 2-lik, 8-lik və 16-lıq say sistemlərindən 10-luq say sisteminə keçid qaydasına baxaq. Əvvəldə qeyd etdiyimiz kimi bu zaman vurma qaydasından istifadə edilir. Tutaq ki, bizə 1, 1, 0, 1, 0 ikili ədədi verilib və bu ikili ədədi 10-luq say sisteminə keçmək lazımdır. Bu zaman ikili ədədin ilk simvolunu qeyd edirik. 1 vurulsun indeks 2, 2-nin qüvvətində ilk simvoldan sonraki simvolların sayını yazırıq. 1, 2, 3, 4. Plus növbəti simvolumuzu götürürük. Yenə də 1 vurulsun 2-nin qüvvətində götürdüyümüz simvoldan sonraki simvolların sayı 1, 2, 3. Plus növbəti simvolumuz 0 vurulsun 2 qüvvətində 1, 2. Plus növbəti simvolumuz 1-dir. 1 vurulsun 2-nin qüvvətində 1-dən sonra təkcə bir simvolumuz olduğu üçün 1. 2-nin üzərində 1-i yazmaya da bilərik. Plus 0 vurulsun 2-nin üstündə 0-dan sonra heç bir simvol olmadığına görə 2-nin qüvvətində 0 yazırıq. Bu ifadəni hesablasaq 2 üstü 4 16 üstə gəl 2 üstü 3 8 üstə gəl 0 vurulsun 4 0 üstə gəl 1 vurulsun 2 2 üstə gəl 0 vurulsun 1 0. Yekun olaraq 16 üstə gəl 8 24 üstə gəlsin 2 26 onluq ədədini almış olduq. İndi isə 3 2 8-lik ədədini onluq say sistemində ifadə edək. Bu zaman yenə də ümumi vurma qaydasından istifadə ediləcək. Yenə də əvvəlki qaydaya uyğun olaraq say sisteminin ilk simvolunu götürürük. 3 vurulsun indeks 8. 8-in qüvvətində isə 3-dən sonraki simvolların sayı. Yəni burada bir ədəd simvol var. Plus növbəti simvolumuz 2 vurulsun indeks 8. 8-in qüvvətində 2-dən sonraki simvolların sayı. 2-dən sonra isə heç bir simvol yoxdur. Bərabərdir. 3 vurulsun 8 24 üstə gəl 2 vurulsun 8 üstü 0. Hər hansı bir ədədin qüvvətində 0 həmişə 1-ə bərabərdir. Ona görə 2 vurulsun 1 bərabərdir 2 etdiyimə görə buradan da 26 onluq ədədimizi almış olacaq. 1A 16-lıq ədədini onluq say sistemində göstərək. Yenə ümumi qaydaya əsasən 1 vurulsun 16-nın üstündə 1-dən sonra tək bir simvol var 1 plus A vurulsun 16-nın üstündə 0. Bərabərdir 1 vurulsun 16 16 plus A-nın qiyməti 10 olduğuna görə 10 vurulsun 16 üstə 0 1 edir. Ona görə 16 üstə gəl 10 bərabərdir yenə də 26. Onluq ədədini almış olduq. Beləliklə onluq say sisteminə, digər say sistemlərinə və digər say sistemlərindən onluq say sisteminə keçmə qaydaları ilə tanış olduq. Dərsimizi daha yaxşı başa düşmək üçün Müasir İnformatika Magistr kitabında olan testlərdən bəzilərinə nəzər salaq.